Bizdə ulduzlar çoxdur. Çoxluğun axırı yoxdur. Eləsi var sponsorla, kimsə oxuyur zorla. Qızıl diş, qızıl qolbaq kliplərində vardı. Bağ, çolkasını edər. Yaş, bu şəhərdə var. Bozbaş. Oturum. Otur, amma kreslonu əzmə. Sən mənə qulaq as. Sən nağara çalansın, yoxsa qoşun nağara çalan? A, git sən. Mən müğənniyəm, mən çoxlu kliplərim var. Prosta hələ efirə çıxmayıb bir dəfədə. Canımsan, özü məni elə təriflə ki, buradan çıxandan sonra çoxlu toylar tutum da. Yaxşı. Yaxşı. Sən toylara neçəyə gedirsən? Deməli, yarım saatı $500. Bütün toyda $100. Necə olur ki, yarım saat 500, bütün toy $100? Bilirsən necə? Dolamsan məni? Deyim də canım. Deməli, şirnikilər $100 çağırırlar. Elə ki, başlayıram oxumağa. Yarım saatdan sonra toy yiyəsi gəlir ki, ala bu $400 da çıx get. Oxuma bizim toydan. Yaxşı biznesdir. Elədir də. Yaxşı, başlayaq da deyirəm. Başlayaq da. Başlayaq, deyirəm başlayaq. Efirdir, başlayaq. Başlayaq da. Sən 100% bilirsən ki, sən müğənnisən? Hə da, canım. Yox, səndən çətin müğənni olsun. Hə, bildim. Sən əsl xalis manısın. Çatdı canım. Bilirsən nə var? Rejissorla operatorumuz da var. Məndə 2 yerdə pul saxlamağa yer var, sonra da pul yoxdur. Taparsan. Bu nə da az? İstanıb, həyəcandan tərləmişəm də. Onu demirəm. Rejissor Xırdalandan gəlir, operatordakı Əhmədlidən. Niyə elə uzaqda yaşayırlar onlar? Görüm. Ortada da varmış, deyən görüm. Yaxşı, işıqları söndürün, başlayaq. Canım, necə işıqları söndür? Qaranlıqda mən görsənməyəcəm axı. Bura bax, bilməmişdim, işıq pulu da sən yer mən verməliyəm. Ay, sağ ol. İndi çıx pərdənin arxasına. Pul verdimi? Niyə hara çıxım? Çıx, mən səni biraz tərifləyim də. Demədin təriflə? Hə, tərifləyəcəksən. Yaxşı, canım. Amma... Mən deməmiş gəlmə ya. Bacı, yaxşı təriflə ha. Allah eləməsin mən sən bacın olum, çıx oyuna. Efiri döndəriblər bazarayı. Yaxşı, başlayaq. Hazırsınız, motor. Efir. Salam, xoş gördük sizi, əziz tamaşaçılar. Manız Show proqramında. Beləliklə, biz verilişə başlayırıq. İlk növbədə istəyərdim geyimim haqqında danışım. Geyimim aeroportdandır. Gülbahar xanım mənə təqdim edib. Görürsünüz, bir qaz adam üstündədir, öz zəhmət çəkib özü yapışdırıb. Gəlim canım. Bugünkü qonağımız isə... Ürəyəm partladı, gəlim. Gözəl xanım, mənim çox yaxın rəfiqəm, gənc, mən ürəyəm partladı. Amma çox istedadlı bir xanımdır. Mən deyədim, o xanım deyir, o bir qızcığazdır. Mən onu sizin nəzərinizə çatdırmaq istəyirəm və sizin alqışlarla onu studiyaya çağırırım. Lərnigar xanım. Bozbaş, studiya qar yağı. Tez almışam, görsədim də. Nə paxıllıqdır ki? Soyun onu, ayıbdır. Soyun onu. Qoymursan bir. Buyurun, sizi alıram kreslaya. Çox sağ olun. Lərnigar xanım, biz verilişə başlayaq. Liyama. Necə? Liyama. Liyama dedi, qoy elə bilsinlər ki, mən də qaraç qoyam da. Yaxşı, Liyama xanım.
Leyla xanım, necəsiz? Nə var, nə yox? Xoş Çox sağ olun. gəlmisiniz. Mən fürsət düşmüşkən minnətdarlığımı bildirirəm ki, məni studiya dəvət etmisiniz. Çox sağ olun. Və çox buradan öz naklonniklərimə, buradan öz pərəstişkarlarıma və bu da o deməkdir ki, Azərbaycan xalqının 90%-na öz salamlarımı göndərirəm. Öpücüklər. Çox sağ olun. Bu kameraya baxın, bu kameraya baxın. Yaxşı, bambulıq elə, yaxşı. Bir sual istəyirəm ki, səslənsin bu gözəl studiyada. Çox orijinal bir sualdır. Çox, heç bir aparıcı bu sualı istifadə eləməyib. Mən deyərdim ki, Azərbaycan teleməkanında bu sual heç vaxt işlədilməyib. Qulaq asın, diqqətli olun. Siz sənətə gəlməkdə kimə minnətdarsınız? Çox armiqal bir sualdır. Bəli. Mən sənətə gəldiyimə görə mən buradan Qəbişə minnətdarlığımı bildirirəm. Qəbiş, salamlar. Öpürəm səni, Qəbiş. Qəbiş yəqin sizin musiqi müəlliminiz olub. Yox, Qəbiş mənim sponsorumdur da. Adım Bütövdür, nə qız? Bütöv deyim. Hə. Bütöv adı çox uzundur. Qəbibullah. Nə millətidir, ay qız? Əfqanistanlı. Az, özümüzkilər azlıq eləyir. Azdanağın buradan lox tapmaq olur ki. Deməli, bu yaxınlarda Moskvadaydık, Şamadiyedova aeroportunda. Hansı aeroportda? Şamiyedova. Ay qız var orada Şeremetyev, bir də var Domodedovo. Şamadiyedov nədir? Bəlkə avtovağzalda düşmüsən sən? Az yox, aeroportdaydı, samolyotlar da var idi. Şamadiyedov. Bir dənə samolyot vardı, o da tərpənmirdi heç yerə. Orada qalmışdı. Qabağında şəkil çəkdi. Hə, neysə, neysə. Nəysə, orada getdik. Çox qəşəng şəhərdir. Bəli. Çoxlu gəzdik. Çoxlu səviyyəli qumarxanalarda olduq. Hə, lap yaxşı, lap yaxşı. Zakinolarda. Harada? Zakino. Zakino nədir? Nə bilim, elə yazılmışdı da, Zakino. Zakino. Dedim, bunun lyamkalarını çıxartmayayım. Zakino nədir? Az o qumar oynanılan yerdə. Papacanı, sən də özünün bilməməzsin. Leyla xanım kazino demək istəyir. Rulet oynadıq orada, çoxlu. Ruletka. Çox belə gözəl konsert keçdi. Aha, lap yaxşı, Çıxdım, lap gəldim. yaxşı. Heç mənim oxumağıma ehtiyac olmadı. Biraz ailəniz haqqında xahiş eləyərdim danışasınız. Oy, ailəmiz haqqında nə danışa bilərəm? Bəli, Ailəmiz- bilirsiniz, tamaşaçılar çox maraqlanır sənətçinin ailəsi haqqında. Çox sağ olun. Buyurun, danışın. Ailəmiz çox mərd ailə olub. Elə olub ki, günlərlə bizim evdə quru çörək tapılmayıb yeməyə. Ancaq sveji zavod çörəyi olub evimizdə həmişə. Biz də yuxudan durmuşuq, borçla quru çörək yemək istəmişik. Görmüşük ki, atam başı batmış. Yığıb kişiləri evə, səhər tezdən bütün quru çörəyi xaçla yeyiblər. Bu səhnə heç vaxt mənim yadımdan çıxmaz. Çox Heç vaxt. kədərli bir söhbət idi, Bəli. çox kədərli. Sonra Ləma xanım, sən böyüdün, danış da həyatın haqqında maraqlı. Sonra mən deməli 22 yaşında mən bir cavan oğlanla tanış oldum. Lap yaxşı. Sonra 23 yaşında mənim ondan övladım oldu. 24 yaşında bizim toyumuz oldu. Bəs valideynləriniz bu haqda haçan bildilər? Valideynlərim bu haqda mənim 25 yaşım olanda bildilər. Bəs sənətə necə gəldiniz? Sənətə atam biləndə ki, mənim uşağım toydan qabaq olub. Dedim, mənim Lyamoş adında qızım yoxdur. Pı sənə. Çıx evdən bayra. Mən də çıxdım. Elə o vaxtdan da mən sənətə gəldim, bəli. Deməli, əziz tamaşaçılar, Ləma xanımın sənətə gəlməyində atasının çox böyük zəhməti olub. Bəli. Əgər mənim atam sağdırsa, mən buradan ona öpücüklər göndərib deyirəm, çox sağ ol ata. Əgər sən o vaxt məni evdən qovlamasaydın, mən indi sənətə gəlməzdim. Sonra necə oldu? Sonra mən gəldim Yeni Ulduza. Orada da məni götürmədilər, dedilər yerlərin hamısı zanitdir. Aha, necə nizanətdə qız? Zanitdə 5 yerin 5-i də zanit idi. 5 yer nədir? Birində Faiq oturmuşdu, birində Mübariz oturmuşdu, birində Ruhəngiz oturmuşdu, ikisində Murad, ikisində də Oktay oturmuşdu. Sən... Mən nəsə onları tanımadım. Kimlərdir onlar? Faiq Tağıyev, Ruhəngiz, səhv eləmirəmsə, Ağayev, sonra kim qalır? Mübariz,
Mübariz də familiyası yadımdan çıxıb. Bir də Oktay var. Ha, Oktay Xanbabayeva. Hə. O. Və belə oldu ki, nə bilim, alınmadı da. Sonra necə oldu, sonra? Sonra mən müxtəlif sənətlərdə işlədim. 2 il restoranda işlədim. Onun bir ayını müğənni kimi. Sonra profilaktoriyada işlədim. Kulisitellərin təmiri ilə məşğul idim. Krel döyürdüm, düzəldirdim. Dermusun yağını dəyişirdim. Çox əziyyətli günlər görmüsən sən. Marşrutkada malış işlədim. Taksavatlıq elədim 1-2 ay. Yəni də belə. Sonra qəpi yığdım, gəldim efirə düşdüm. Efir çox gözəl şeydir. Çox. Buna profesional dildə raskruçimska deyirlər. Hə. Bəli. Darıxma, istəyirsən mən sənin üçün qalmaqal yaradım. Yox. İstəmirsən? İstəmirəm, mən qalmaqal istəmirəm. İstəyirsən ki, Alim Qasımovla Ella Rubençiki qırdırım. Yox. İstəmirsən? İstəmirəm. İstəmirsən, Mən ümumiyyətlə mehribançılıq istəyirəm. Bəs nə istəyirsən sən? Mehribançılıq istəyirəm, heç kəs bir-birini qırmasın. Mənim ən əsas istədiyim cütləşməkdir. Başı qara olum ha. Sən cütləşməklə can var. Kiminləsə bir yerdə oxumaq da. Ha, əziz tamaşaçılar, Ləma xanım duet demək istəyirmiş. Hə də, duet demək istəyirəm. Duet. Problem yoxdur. İlhamə xanımla oxumaq üçün $5.000, Aygün xanımla oxumaq üçün $3.000, verməlisən Eltonla $15.000. Eltonla 15.000 niyə? O sənə verir. Hə, elə olar. O sənə verəcək, Elə oxuyacaq olar. səndən birlikdə. Belə raskruçimska olursan. Bəli. Növbəti arniqal bir sual gəlir. Bəli. Mən bəlkə oxuyum hələlik. Oxumaq istəyirsən? Hə. Bütün zəngləri nəzərə alaraq, indi mənim qulağıma dedilər ki, bütün Azərbaycan xalqı xahiş edir ki, sən bugün bu studiyada oxumayasan. Xalqım yəqin ən çox məndən ünsiyyətli olmaq istəyirlər. Amma mənim oxumağımı istəyənlər də var. Və mən bu günləri Əziz tamaşaçılar, öz mahnımı oxuyacam. sizin xahişinizi nəzərə alaraq, çoxsaylı zəngləri nəzərə alaraq, bugün Ləma xanım bizim gözəl studiyamızda oxuyacaq. 3-cü daroşkadan deyir. Çox sağ olun. Siz sağ olun, çox sağ olun. Çox orijinal bir mahnı idi. Lərnigar xanım, Bəli. növbəti sualı istəyirəm sizə verim. Siz Buyurun. konsert eləmək fikrində deyilsiniz. Oho. Bilirsiniz, bu işlə əlaqədar mənim deməli prodüserlərim hələ yoxdur, amma olanda çalışacaqlar. İş gedir. Prosta bilmirəm, konsertə ad tapa bilmirik ya canım. Papacanı neçə vaxt oturmuş? Necə ad istəyirsən? Bacın ölməyib ki. O Faigin konsertində var idi ad. Çaşdın. Niyə? 100% F nöqtə vergül mötərizə elə bir şey istəyirəm da. Problem yoxdur, təşkil eləyirik. Sənin adın nə oldu? Promet neto, o elə ondan qəşək. Adın nə oldu, Lərnigar? Lərnigar. Atanın adı nədir? Osman. Familiyan nədir? Xaricova. Lərnigar Osman qızı Xalicova, Lox. Konsertin adı olacaq 100% Lox. Bu
xoşuma gəldi. Çox xoşuma gəldi. Lox rus dilində sənətçi deməkdir. Bəli. Bəs bacımın konserti olsa adı nə olar? Bacımın adı nədir? Pərnigar. Deməli, Pərnigar Osman qızı Xaricova. Yox. Niyə? Bacın Luçi öz konsertini sənə həsr eləsin. Niyə canım? Çünki o baş hərflərdən bir şey demək olmur. O da təzə başlayıb oxumağa. Qoy yoxsa Hələ 12 yaşı var. Siz bəs disk zad buraxmısınız? Bilirsən, disk nədir? Günümə sağ. Yumru kaçet. Hə də disk ki sənin öz mahnıların olur o içində. Mənim diksim buraxılacaq bu yaxınlarda. Diskim. Diksim. Diskim. Yumru kaçetim. Və hamıda olduğu kimi orada 12 mahnı var. 12 mahnı var. O da ki mənim Hind mahnılarımdır. Bayaq birini oxudum burada. Deməli bu bütün mahnıların hamısı Bütün mahnıların hamısı canım özümündür da. nə həyasız mahnısıdır. Hamısı özümündür. Yaxşı, bəs klip çəkdirmə fikrin yoxdur sənin? Canımsan o fikri oğurlamasınlar. Heç kimə deməyəcəm. Deməli bu klipdə bir oğlanla, Bir oğlanla. tanka oxşayan o maşınla gedirik Bakıdan çıxırıq qırağa. Yekə bir villaya gedirik. Oğlanla. Oğlanla. Nəyə gedirik heç özüm də bilmirəm. Rejissor elə deyib da. Deməli düşürük. O yekə az villa nə villa? Gedib baxmışıq uca. Deməli paseyni, qəşəng içində hər şey var. Hər şey var. Sujeti danış. Deməli biz düşürük, oğlan bık zadı eləyir. Şeydə oradan zad olur. Qapı açılır. Villanın qapısı açılır. Çox xırdalama, danış. Sən demə biz içəri girəndə məni sevən oğlan da durub dalda. Oyda. Sən kofta bədənimdən ayrıldı, tüklərim biz oldu. Hiss elirsən. Deməli, oğlan görür və heç nə deyə bilmir də. Yanımdakı kəlpeysər olur da, yekə olur. Oturun olan birindən sürü çıxır gedir. Gedir bu 28-dəki barların birində içir. Karotin pis günə düşür. Çıxır, oturun olan birə xodlayır. Bacı necə qaz verirsə, ya Rəbbim, maşın düz gedir, girir o Nizam Kinoteatrın qabağındakı o sinar var yekə. Ona. Mən də uca şəhərə gəlmişəm, uca öz maşınım var. Villadan qaydandan sonra. Deməli, öz maşınımda. Sən də gəzdirərəm, bacım. Öz maşınımda belə gedəndə 88:00-mə zəng gəlir. Telefonu var. Təzəsi var, ortasında dərə var. Sirokkodur nədir ondan. Belə açıram, padruqam deyir, ay bacı, heç xəbərin var, nə olub? Deyirəm ki, o xəbərim yoxdur. Nə olub ki? Deyir ki, oğlan avariya ölüb. Mən də belə keçirəm, görürəm ki, bir maşın çıxışıblar orada, miqalkalar, zatlar, hamısı, oğlan da belə başını qoyub, ağzından güya qandır da, varinə axır ağzından belə. Orada mən riski tormuz eləyirəm, başlayıram oxumağa. Qaranlıq gecələrdə məni özünlə səslə, harda olsan gələrəm. Çox gözəl musiqidir. Kim yazıb bunu? Sözləri də musiqidirsə, Manistro Ceyhunlu. Kimin? Manistro Ceyhun. Maestro Ceyhun. Maestro. Maestro deyil, Manistro. Və mən o günləri onun adını elə dedim, Manistro Ceyhun. Bax özünü gözlə ya. Çox gözəl sözlərində özü yazıb. O çox gözəl nağara çalandı, özünüz bilirsiniz. Bilirəm. Çox gözəl sujet xətti var. Və bizim verilişimiz rejissor özdə belə heç bir, nə, bax, Kənan Emquliyevdə, nə Ülviyə Ememin klipində, nə, heç birinin belə klipində belə şeylər olmuyor. Yox, çox orijinal sujetdir, çox orijinal ideyadır. Ləma xanım, ümumiyyətlə siz Tanrıdan nə istəyirsiniz? Arzularınız nədir? Artıq verilişimizin sonudur, arzularınızı bildirin. Mənim arzularımdan biri odur ki, mənim klipimi orta kanalda görsətsinlər. Hansı kanalda? O Rusların kanalı var ya, orta. ORT kanalında. Hə də. İkinci bir arzum da budur ki, Eurovision'a getmək istəyirəm. Nəyə görə? Çünki sponsorum mənim bütün şəhərləri gəzdirib, bir dənə Eurovision şəhərində olmamışam.
İnşallah biz hamımız Eurovision'a gedəcəyik. Allahın köməkliyi ilə. Ləmə xanım, biz sizə bir daha təşəkkürümüzü bildiririk ki, studiyamız... Liyama de ki, qoy Svoysk olsun da. Liyama. Mən özüm də məclisə bizim müğənnilərlə düşəndə özümü elə deyirəm, onları da elə çağırıram. Məsələn, bax, Elarizə Elik deyirəm. Sonra Eyyuba Eyik deyirəm. Zulya, sonra Agina Ayka, Rəqsaniyə Rəkiş, sonra İzzətə bəs? İzik, Və Sərxana? Sərik. Ona görə sən də məni... Əla. Mən sizinlə sağollaşıram, əziz tamaşaçılar. Sağ olun. Çox sağ ol. Mən kanala dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm və Yusif, sənə də öz minnətdarlığımı bildirirəm. Yusif kimdir az? Bura 106 xavuz verilişi deyil. Yox, bura bizim saat verilişidir. Mən də Kamran Əsəliyəm. Çox sağ olun. Bir də benim bu boş başları bırak seni.